Hal-hazırda atrial fibrilyasiya idarə etməsində dünyada 3 əsas yanaşma mövcuddur. Amerika Ürək Assosiasiyasının 2023-cü il, Avropa Kardiologiya Cəmiyyətinin 2024-cü il və Kanada Təcili Yardım Həkimləri Assosiasiyasının 2021-ci il protokolları. AHA 2023-cü il protokolu daha çox uzun müddətli və fərdiləşdirilmiş yanaşmanı ön plana çıxarır. Burada risk qiymətləndirilməsi CHA2-DS2 VASC skoru ilə aparılır və birbaşa oral antikoagulyantlar əsas seçim hesab olunur. Eyni zamanda erkən ritm kontrolu seçilmiş xəstələrdə tövsiyə edilir və risk faktorlarının aktiv korreksiyası vacib sayılır. Avropa Kardiologiya Cəmiyyətinin 2024-cü il təlimatları isə daha strukturlaşdırılmış və aqressiv strategiya təqdim edir. Bu protokolda CHA2-DS2 VA skoru istifadə olunur. Yəni cinsiyyət faktoru, o sonuncu S çıxarılıb və A-beta-K konsepsiyası tətbiq edilir. Erkən ritm nəzarəti ilə yanaşı kateter ablasiyası da daha geniş şəkildə tövsiyə olunur. Əsas məqsədlərdən biri də atrial fibrilyasiya yükünün azaldılmasıdır. Kanada Təcili Yardım Həkimləri Assosiasiyası isə təcili yardım şöbəsi üçün praktik yanaşma tətbiq edir. Burada əsas diqqəti sürətli qərar verməyə yönəltmək tövsiyə olunur. Stabil xəstələrdə tezlik və ritm kontrolu seçim edilir. Erkən kardioversiya geniş istifadə olunur və antikoagulyasiya qərarı risk qiymətləndirilməsinə əsaslanır. Uzun müddətli idarə üçün isə xəstə uyğun mütəxəssisə yönəldilir. Nəticə olaraq AHA balanslı və klinik qərar yönümlü yanaşmanı, Avropa Kardiologiya Cəmiyyəti daha aqressiv və erkən müdaxiləni, Kanada Təcili Yardım Həkimləri Assosiasiyası isə sürətli və praktik təcili yardım strategiyasını təmsil edir. Salam, mən Doktor Sahil. Nəzərə alsaq ki, kardioloqlarımız tərəfindən sponsorlu ya sponsorsuz bu Avropa Kardiologiya Cəmiyyətinin atrial fibrilyasiyası üzrə idarə edilməsi üzrə təlimatları ilə bağlı müəyyən tədris vebinarları və yaxud seminarları keçirilir. Mən bugün əsas fikri Kanada Təcili Yardım Həkimləri Assosiasiyasının təlimatlarına yönələcəm. Çünki hesab edirəm ki, təcili yardım həkimləri ilə bağlı, təcili yardım şöbəsi ilə bağlı bu məsələlərin müzakirə edilməsinə ehtiyac vardır. Bir daha vurğulayım ki, bu təlimatlar bir-birlərini inkar etmirlər. Sadəcə, belə deyək, tətbiq sahələrində bəzi fərqlər mövcuddur və bu fərqlər də istifadə edildikdə nəzərə alınmalıdır. Hər hansı bir təlimat müəyyən tədqiqatlara əsaslanır və bu tədqiqatlara Kanada Həkimləri, Təcili Yardım Həkimləri Assosiasiyasının göstərdiyi protokolda tədqiqatlara əsasən ikincili səbəb olan xəstələrin 1/3 yanlışlıqla yalnız tezlik kontrolu alınmışdır və ikincili səbəblər araşdırılmamışdır. İlkin atrial fibrilyasiya xəstələrinin təxminən yarısına yaxın olan şəxslər isə əksinə adekvat tezlik kontrolu olmadan təcili yardım şöbələrindən evə buraxılmışdır. Və tədqiqatlarda həmçinin müəyyən edilmişdir ki, insult riski olan xəstələrin 1/10 antikoagulyant təyin edilməmişdir. Buna görə də Kanada Təcili Yardım Həkimləri Assosiasiyası bax belə checklist yaradaraq standartlaşdırılmış həll şəklində protokol, ən yaxşı təcrübələr siyahısı şəklində protokol tövsiyə etmişdir və nəticə olaraq belə mənfi təsirlər artmadan xəstəxanada qalma müddəti azalmış və ritm kontrolu artmışdır. Ümumiyyətlə, Kanada Təcili Yardım Həkimləri Assosiasiyasının bu yanaşmasını konkret xəstəyə tətbiq etdikdə ABID mnemoniki yaddaş qaydası şəklində düşünmək olar. ABID, burada A, ritm, atrial fibrilyasiya, atrial flutter
yaxud başqa ritmdir. B. Başqa səbəblərdən, yəni ikincili səbəblərdən sürətli olub-olmaması. İ. İntervensiya, müdaxilə, ritm yaxud tezlik kontrolu qərarının verilməsi. D. Qan dorulaşdırıcı, Charts 65 və qanama risklərinin qiymətləndirilməsi. Bu tipdə yanaşma kimi qəbul edilməsi məqsədə uyğun olar. Başda A hərfi gəlir, yəni ritmin doğrudan da qulaqcıqların səyriməsi, atrial fibrilyasiya və ya qulaqcıqların titrəməsi, atrial fluter və ya hər hansı bir başqa ritm və ya artefakt olub-olmamasını dəqiqləşdirmək. Məsələ burasındadır ki, kompüterləşdirilmiş cavablar heç də çox vaxt bu fibrilyasiya və fluterlə bağlı olan qərarlarda düzgün nəticələr göstərmir və ona görə də kompüterləşdirilmiş cavaba, xüsusilə bu atrial fluter və atrial fibrilyasiya ilə bağlı olan qərarlar olduqda etibar etməmək lazımdır. B. Başqa səbəblərdən, yəni ikincili səbəblərdən atrial fibrilyasiya. Ümumiyyətlə, atrial fibrilyasiya təcili yardımda ən çox rast gəlinən disritmiyadır və bu disritmiyanın tezliyi yaş artdıqca daha da çoxalır. Ən çox rast gəlinən prezentasiyalar, yəni təqdim olunmalar adətən daha gənc şəxslərdə ürək döyünmə şikayətləri, qeyri-stenokardik döş qəfəsində diskomfort şikayətləri ilə, həmçinin daha yaşlı şəxslərdə isə daha çox baş gicəllənmə, təynəvəslik və yorğunluq şikayəti olmaqla təqdim olunur. Daha az rast gəlinən hallar isə belə xəstələrin tranzitor işemik hücum və ya durğunluq, ürək çaşmazlığı və ya kəskin koronar sindrom şikayətləri ilə təqdim olunmasıdır. Nadir hallarda sinkope qeyd olunur, xüsusilə bu sinkope olan hallarda VPV, Brugada sindromu, pulmonar emboliya, kardiomiopatiya, miokardit və bəzən hətta vazovagal sinkope hallarına da diqqət etmək lazımdır. Çox nadir hallarda əslində hemodinamik qeyri-stabillik sırf bu ritm pozulmalarına görə qeyd edilir. Əksər hallarda hemodinamik qeyri-stabillik atrial fibrilyasiyaya görə deyil, ikincili atrial fibrilyasiya olduğu üçün əsas altda yatan səbəbləri tapmaq və müalicə etmək lazımdır. Bu barədə də Pirates adlanan mnemonik kömək edə bilər. Bu mənada xəstənin klinik kontekstdə dəyərləndirmək məqsədə uyğundur. Ona görə də sırf bu hallarda elektrolit problemlərinin olmasına, toksiki dərman problemlərinin olmasına, adrenergik vəziyyətlərə, yəni bura aiddir, adrenergik vəziyyətlərə aiddir, sepsis, kəskin koronar sindrom, pulmonar emboliya, insultların hətta özü, tranzitor işemik hücumların hətta özü, adətən nevrologiyada ilə bağlı elə düşünülür ki, atrial fibrilyasiya insultu yaranmasına səbəb olur. Yəni bu doğrudan da elədir. Amma yeni başlanan atrial fibrilyasiya təkcə insultun səbəbi deyil. İnsultun nəticəsi, o adrenergik vəziyyətə görə insultun nəticəsi də ola bilər və bu zaman məşhur o TOS kriteriyalarında yanıldıcı bir fikir də yarada bilər. Tiroid vəzinin hipertiroid hallar, həmçinin ağrı, hətta həyəcan da xüsusilə artıq şəklini dəyişmiş ürək toxuması olan, müəyyən kardiomiyopatik vəziyyət olan, arterial hipertenziya nəticəsində hipertrofik vəziyyət olan, artıq dəyişilmiş ürək toxumasında bu həssaslığı daha da artırır və yeni yaranmış atrial fibrilyasiyaya səbəb ola bilir. Atrial fibrilyasiya ventrikulyar cavabdan asılı olaraq 3 qrupa ayırd edilir. Kontrollu ventrikulyar cavab, burada ventrikulyar ritm, yəni QRS ritmi 70-110 nəzərdə tutulur. 70-dən az olduqda bu ləng ventrikulyar cavab sayılır. 110-dan 120-dən yuxarı olduqda isə sürətli ventrikulyar cavab sayılır. Və adətən yeni başlanan atrial fibrilyasiya 120-180 vurğu dəqiqəyə qədər qeyd edilə bilər. Bu hallarda ona görə də
belə problemin birincili və ya ikincili olub olmamasını təyin etmək çox vacibdir. Adətən əgər qəflətən başlamayıbsa və ürək döyünmə hissi vermirsə, məlum atrial fibrilyasiya varsa, o birbaşa oral antikoagulyantlar qəbul edirsə və yaxud köhnə EKG-lərdə atrial fibrilyasiya qeyd edilirsə, təcil yardım bölməsində kardioversiya anamnezdə yoxdursa, ürək vurğularının tezliyi 150-dən azdırsa, xəstənin klinik kontekst olaraq qızdırma, töyüşmə və ağrı yoxdursa, bu halda adətən bu problem ikincili sayılır və ona görə də ikincili səbəblər axtarılıb müalicə edilməlidir. Xəstə artıq təcili yardım tərəfindən xəstəxananın təcili yardım bölməsinə çatdırılıbsa, burada ilkin müayinələr, əlbəttə yenə EKG-nin təkrarı, qanda elektrolitlərin müayinəsi, natrium, kalium, kalsium, maqneziumun təyini, dərman siyahısının dəqiqləşdirilməsi, exokardioqrafiyanın təcili olaraq aparılması daxildir. Əlavə müayinələrsə, əgər tibbi göstəriş varsa, troponinlər, əgər EKG-də və ya anamnezdə müvafiq işarələr varsa və pulmonar emboliya şübhəli varsa, kompüter tomoqrafik pulmonar angiografiya aparılmalıdır. Tireotoksikoz şübhəsi olduqda və ya hər hansı bir aşkar səbəb aşkar edilmədikdə, aydın səbəb aşkar edilmədikdə TSH müayinəsi də məqsədə uyğun sayılır. Eyni zamanda stabilizasiya paketi deyilən universal atrial fibrilyasiya stabilizasiya paketi tətbiq edilməlidir. Bura nə daxildir? Hemodinamikanın optimizasiyası, arterial təzyiqin müvafiq olaraq idarə edilməsi, şübhəli inisiator səbəbin aradan qaldırılması, yəni ağrının, həyəcanın aradan qaldırılması, hipokalemiya və hipomaqnezimiyanın aradan qaldırılması. Əgər maqnezium səviyyəsi naməlumdursa, bu stabilizasiya paketinə maqnezium sulfat 25%, 8 millilitrdən 16 millilitrə qədər vena daxili yavaş infuziyası daxildir. Ehtiyac olan şəxslərdə sənəfüs çatışmazlığının idarə olunması, bura aiddir ağciyərin xroniki obstruktiv xəstəliyində BiPAP-ın tətbiqi və kəskin ürək çatışmazlığında isə CPAP-ın tətbiqi. Bu yolla artıq həm müayinə, həm də ilkin yardımı edərək növbəti qərar ritm və ya tezlik kontrolu barədə qərar verilməlidir. Praktik klinik suallardan biri kəskin koronar sindrom və atrial fibrilyasiya ilə əlaqə ilə bağlıdır. Bəzi hallarda kəskin koronar sindromlu xəstələrdə prezentasiya olunan ritm atrial fibrilyasiya ola bilər. Həmçinin sürətli tezliklər tələbat işemiyası yaradaraq klinik mənzərədə işemik ağrı da verə bilər. Bu müəyyən qədər çətinliklərə səbəb ola bilir. Nəzərə almaq lazımdır ki, sadəcə olaraq sırf işemik ağrı klinikası ilə təqdim olunan xəstələrin təxminən 5də biri, yəni 20%-i əgər tezliklər kontrola alınırsa, simptomların aradan qalxması müşahidə olunur. Və həm də onu nəzərə almaq lazımdır ki, ST dəyişiklikləri məhz tezliklərin aşağı düşdüyü halda, yəni tələbat işemiyası simptomu, əlaməti olduğu üçün aradan qalxır. Bura həmçinin məşhur AVR ST elevasiyası ilə diffuz ST depressiyası daxildir. Yəni, əksər halda düşünülənin əksinə olaraq bu heç də həmişə sırf oklüzyon miokard infarktı ekvivalenti deyil. Yəni, düzdür, bu əlamət bəzi hallarda üç damar əlaməti və ya proksimal LAD okluziyası əlaməti və ya LMCA əlaməti kimi nəzərdən keçirilir. Lakin atrial fibrilyasiya hallarında bu qeyri-spesifik əlamət kimi baxılmalıdır və tezlik kontrola alınanda əgər bu əlamətə davam edirsə, bu halda oklüzyon miokard infarktı barəsində düşünülməlidir. Həmçinin atrial fibrilyasiya ritmi zamanı regional əlamətlər, yəni regional 1 və ya 1-2
bir neçə belə deyək də aparmada qovuşuq aparmada ST depressiyası varsa və ya ST elevasiyası varsa, bu halda artıq kəskin koronar sindromunun özünün olması barəsində, yəni sadəcə tələbat işemiyası deyil, kəskin koronar sindromu ilə bağlı real olaraq aterosklerotik plakın qopub tromboz yaratması barəsində və ya hətta koronar arteriya emboliya olması barəsində düşünmək lazımdır. İndi isə gəlin Kanada Təcili Yardım Həkimləri Assosiasiyasının ilkin və ya ikincili atrial fibrilyasiyada klinik qərar alqoritminə diqqət edək. İlk addım xəstədə həqiqətən də atrial fibrilyasiyanın olduğunu təsdiqləməkdir. Əgər ikincili səbəb yoxdursa, əvvəldən danışdığımız kimi, o xüsusiyyətlərə görə biz tezliyin xüsusilə 150-dən çox olması, klinik kontekstə görə biz ikincili səbəbi inkar ediriksə, aşkar ikincili səbəbi inkar ediriksə və ilkin atrial fibrilyasiya ilə xəstənin klinikasına əlaqəli olduğunu düşünürüksə, hemodinamik qeyri-stabillik olan xəstədə təcili sinxron kardioversiya aparılmalıdır. Stabil pasiyentdə isə ritm və ya tezlik kontrolu ilə bağlı qərar verilməlidir. Amma bu necə deyirlər, qərar alqoritminin ikinci bir hissəsi də var. Əgər xəstədə aşkar klinik kontekst varsa, tezliklər o qədər yüksək deyilsə, xəstədə əvvəldən atrial fibrilyasiya var, sonradan bunun klinikasında hər hansı bir səbəbdən pisləşmək varsa və bu bizi düşündürməyə vadar edir ki, xəstədə problem ikincilidir. Bu halda artıq nə olmalıdır? Burada halda isə vahid qayda olaraq adətən aqressiv tezlik kontrolundan qaçınmaq və o triggeri, o kök səbəbi müalicə etmək tövsiyə olunur. Biz bilirik ki, klinikada hər şey belə ideal olmur, hər şey belə ağ-qara olmur, çaşdırıcı situasiyalar da olur. Bəs yaxşı, Kanada Təcili Yardım Həkimləri Assosiasiyası bu hallar kimi nəzərdə tutur. Burada əslində toyuq yoxsa yumurta problemi ortaya çıxır. Əvvəldən dediyimiz kimi də klinikada ən vacib məqam bu hallarda bu simptomlara atrial fibrilyasiyanın kəskin koronar sindroma səbəb olduğunu, yoxsa kəskin koronar sindromun ağırlaşması olaraq atrial fibrilyasiyanın yarandığını müəyyən etməkdir. Çünki dediyimiz kimi, deməli, kəskin koronar sindrom atrial fibrilyasiyanı tətikləyirsə, bu zaman ürək əzələsindəki kəskin işemiya sol mədrəciyin dolma təzyiqini artırır və qulaqcığın gərilməsinə nəticədə taxiaritmiyaya səbəb ola bilir. Bu halda əsas diqqət əlbəttə kəskin koronar sindromun müalicəsinə, revaskulizasiya, antiaqreqat müalicəsinə yönəldilməlidir və işemiya azaldıqca ventrikulyar cavab tezlik çox vaxt öz-özünə stabilləşir. Əgər atrial fibrilyasiya kəskin koronar sindrom simptomlarını təqlid edirsə, çox yüksək vurğuların sayı, yəni vurğuların sayı 150-dən çoxdursa dəqiqədə, bu zaman miokardın oksigenə tələbatı artırır və təhcizat, tələbat disbalansı yaranır. Demand iskemiya deyilən anlayış ortaya çıxır. Bu halda tezliyi aşağı salmaq çox vacibdir. Yəni, bu halda qərar vermək üçün tezliyə diqqət etmək və yenə klinik konteksti nəzərdən keçirmək məqsədəuyğundur. Amma bir məsələ də var. Əgər xəstə hemodinamik olaraq stabildirsə, beta blokatorlar həm Kanada Təcili Yardım Həkimləri Assosiasiyasının və həm də Avropa Kardiologiya Cəmiyyətinin protokollarına görə kəskin koronar sindrom zamanı atrial fibrilyasiya tezliyini idarə etmək üçün beta blokatorlar ilkin seçimdir. Məsələn, Belok, metoprolol bu preparatlara aiddir. Çünki beta blokatorlar həm ürək döyüntüsünü azaldır, həm də miokardın oksigenə olan tələbatını aşağı salaraq işemiyəni məhdudlaşdırır. Kalsium kanalı blokatorları, yəni bizdə istifadə olunan, bizdə diltiazem yoxdur, verapamil var. Kəskin sol mədrəci çaşmazlığı və ya aşağı atom fraksiyası, 40%-dən aşağı atom fraksiyası oldu, şübhəsi oldu, bunlardan qaçınılmalıdır. Amidaron, digər vasitələr effekt vermədikdə və ya funksional çaşmazlıq olduqda istifadə edilə bilər. Bu hallarda konkret situasiyada nəyə diqqət etmək lazımdır? Bəli, kəskin koronar sindrom və atrial fibrilyasiya şübhəsi olan xəstədə tezliklər nə qədər yüksəkdirsə,
bir o qədər tezlikləri aşağı salmağa çalışmaq lazımdır. Lakin tezliklər nə qədər çox yüksək deyilsə, əvvəldən də atrial fibrilyasiya olduğu məlumdursa, regional şübhəli EKG əlamətləri yoxdursa, bu halda kəskin koronar sindromun özünün müalicəsinə yönəlmiş tədbirləri tezliklə həyata keçirməyə çalışmaq lazımdır. Bəs yaxşı ritm ya tezlik kontrolu seçimi bu nəyə əsaslanmalıdır? Kanada protokoluna görə, əgər xəstə 3 həftədən artıq müddətdə adekvat antikoagulyasiya müalicəsi alırsa və ya tranzitor işemik hücum, insult tarixçəsi yoxdursa və ya qapaq xəstəliyi yoxdursa və simptomlar 12 saatdan az müddətdədirsə və ya simptomlar 12-48 saat ərzində qeyd olunur və CHADS 65/2-dən azdırsa və ya transezofageal echo müayinəsi aparıldı xəstəyə və tromb yoxdursa, bu halda dərman şok strategiyası, özü də Kanadalılarda prokainamid nömrə 1 seçimdir və ardınca şok müalicəsi, sinxron elektrokardioversiya yüksək effektivdir. Bunun əksinə olaraq, kardioversiya üçün vaxt, risk meyarları ödənmirsə, bu hallarda tezlik kontroluna seçim sayılır. Kanadalılarda beta blokatorlar və kalsium kanallı blokatorları seçimdir, amma kalsium kanallı blokatorları atom fraksiyası 40-dan az olanda qaçınılmaq tövsiyə olunur. Hipotoniya və kəskin ürək çatışmazlığı varsa, diqoksin tətbiqi də ikincili bir seçim olaraq tövsiyə olunur. Həmçinin maraqlı bir fərq var ki, Kanadalılar amiodaronu ləng təsiri və daha az effektivliyinə görə təcili yardımda istifadəsini dəstəkləmirlər. Lakin Avropa Kardiologiya Cəmiyyəti və Amerika Ürək Assosiasiyası hemodinamik zəiflik qeyd olunan şəxslərdə amiodaron üstəgəl və yaxud olmadan, magneziumda olmadan bilgə istifadəsini, bilgə və ayrılıqda amiodaron istifadəsini dəstəkləyir. Bir məsələ də var ki, diqoksin istifadəsi həm də ümumiyyətlə ona görə ikinci seçim kimi aparılır ki, diqoksin istifadəsi zamanı atrial fibrilyasiyanın daimiləşmə riski var. Ona görə o sadəcə ikincili bir seçimdir. Beləliklə, Kanada protokoluna görə atrial fibrilyasiya idarə etməsinin 4 qızıl qaydası bunlardır. Birinci qayda, maşına EKG aparatının özünün o göstəricinə şübhə etməliyik, kompüter göstəricinə şübhə etməliyik, manual olaraq, daha doğrusu vizual olaraq özümüzü yoxlamalıyıq, artefaktları inkar etməliyik. Maşına şübhə et. İkinci, əsas xəstəliyi axtar. Klinik kontekstdə tezliklərə fikir verərək və digər əlamətlərə fikir verərək atrial fibrilyasiyanın birincili ya ikincili olmasını təyin etməyə çalışmalıyıq. Üçüncü, işemiyanı fərqləndirməliyik. İşemiyanın burada o toyuq yumurta prinsipini, toyuq birincidir ya yumurta birincidir prinsipini belə deyək də, əgər işə salmaq mümkündürsə, qeyd edilmiş simptomlara uyğun olaraq işemiyanı fərqləndirməliyik və vaxt və riski bilərək kardioversiya və tezlik kontrolu simptomlarını müddətinə və CHADS 65 balına əsasən təyin edərək müəyyən intervensiya aparıb qan durulducuları verməliyik. Və burada Kanada protokolunun bizdə belə deyək də istifadəsində ən belə deyək, çətin məqam təcili yardımda antikoagulyantların verilməsidir. Düşünürəm ki, bizdə hələ bu mənada antikoagulyant müalicəsinin atrial fibrilyasiyada təcili yardım həkimləri tərəfindən yazılması hələ ki, düşünürəm ki, o kompetensiyaya daxil edilməsi bir qədər çətin olardı və güman ki, bunu kardioloqların öhdəsinə buraxmaq daha məqsədə uyğun olardı. Beləliklə, əvvəldə dediyimiz ABID mnemoniki, atrial fibrilyasiya olub olmadığını təyin etmək, artefakt var ya yoxdur. B, burada başqa səbəblərin olduğunu təyin etmək. İ, intervensiya, tezlik yaxud ritm kontrolu seçimi, həmçinin işemiyanın diferensiyasiyası. D, durulducu, qan durulducu antikoagulyantların verilməsi.
Yəni Kanada protokolunun ümumi mahiyyəti bax bundan ibarətdir. Nəzəri hissə bundan ibarət idi. İkinci praktik hissədə isə klinik halları nəzərdən keçirəcəyik.